Bismillahirrahmanirrahim. Esselamu aleykum və rahmetullah. Allah ibadət itaatlərinizi qəbul eləsin. Bugün də Nəhcül Bəlağədən söhbətimiz davam edəcək və yenə də əziz və dəyərli ustadımız Hacı Əhliman inşallah Nəhcül Bəlağənin hikmətlərindən bizim üçün şərh eləyəcək. Hacı, salamun aleykum. Salam və rəhmətullah. Allah kömək olsun, şükür. Allah qəbul eləsin. Bütün müminlərin ibadətlərini, itaətlərini inşallah. Amin. Amin. Hacı, keçən səfər Nəhcül Bəlağənin 17-ci xütbəsinə başladıq. Həzrəti Əmirül-Müminin əleyhissalam burada Allahın ən çox nifrət etdiyi insan tipindən danışırdı. Buyurur ki, o insanlar iki növdür, iki qismdir. Birinci odur ki, rəculun vəkələhullahu ilə nəfsi. O insandır ki, Allah Teala onu öz başına buraxıb. Biz keçən səfər elə bu mövzuda danışdıq. İndi əgər burada başqa bir nöqtə Bismillahirrahmanirrahim və bihi nəstəin innəhu xeyru nasirin və mu'in və sallallahu ala seyyidina və nəbiyyina və aləhi tahirin. Allah Teala'nın salavatı salamı olsun Peyğəmbərə, əhl-i beytinə və bütün möminlərə. Möminlərə də Allah Teala Quran-ı Kərimdə salam deyirdi. Və yusəlli aleykum və mələikət. Allah Teala sizə salam deyir və Allahın mələkləri salam deyir. Allah inşallah bizi o layiqli insanlardan qərar versin ki, Allahın özü və mələkləri tərəfindən salamlanaq. Dünən keçən dəfə bəlacı düz buyurdunuz ki, rəculun vəkələhullah ilə nəfsi, Allahın acığı gələn insanlardan da biri budur ki, Allah onu öz başına buraxır. Yəni, əslində bu adamdan Allahın əvvəldən acığı gəlmirdi. Bu, bəzi işlər gördü, Allahın bundan acığı gəldi, sonra buraxdı öz başına. Məsələ iki cürə ola bilər. Bir budur ki, Allah bunu başına buraxandan sonra, ipin üstünə atandan sonra bundan acığı gəldi. Bu, ola bilməz. Amma bir də var ki, mən Allahdan qırıldım, ondan sonra Allah mənə buraxdı öz başına. Bu ikinci variantdır. Ki, bu adamlar bir dəstə insan ya, indi bir nəfər ya, 1000 nəfər, Allahın əmrində, itaətində, bəndəçiliyində bir formaya salırlar özlərin. Allah Teala da bunlardan acığı gəlib və öz vəkalətini götürüb geri. Və bunların tərəfindən Allah Teala vəkillik eləmir. Bu barədə keçən dəfə bir neçə dənə hədisə də əleyhissalamın da o kəlamına işarə elədik ki, ilahi kəfabi izzənə nəkun ələkə əbdən və kəfabi fəxrənən təkun əli rəbdən mənə izzət baxımından kifayət edir ki, sənə bəndə olun, fəxr baxımından da kifayət edir ki, sən mənə rəbb olasan. Sonra məsumların dualarında var, o münacatlarında ki, innəkə misbahul müctəhiddə var, mütəhəcciddə ki, innəkə in vəkəltən ilə nəfsi tuqərribunu minəşşər. Adam bilər ki, məsələn, Allah adamı buraxsa öz başına nələr baş verər. Ola bilər adam deyər ki, heç nə deyir. Filankəs atdı məni, məsələn, nə oldu ki, filankəs məsələn, yədurmadı mənə, nə oldu ki? Amma yox, bu filankəs kimi deyir mövzu. Birin vəkəltəni ilə nəfsi tuqərribunu minəşşər. Allah əgər məni öz nəfsimin umuduna qoysun, mənə gətirib şərrə yaxınlaşdırırsan. Yəni, bir var yaxınlaşdırırsan, uzağa yaxın. Də var yox, elə gətirib düz şərrin içində qərar verirsən. Və tubaidunu minəl xeyr, özdə məni də xeyirdən uzaqlaşdırırsan. Yəni, bu yüngül işdir. Allah adamı öz başına bıraxa, insan bütün xeyratdan uzaqlaşır, gəlir şərlə üzbəüz qalır, ya şərrin içərisində qalır. O özü ən böyük bəlalardan biridir, ən böyük çətinliklərdən biridir. Bəndə Allahın sevdiyi bəndə. Keçən dəfələrdə də buna işarə elədik ki, Allahın sevdiyi bir dənə bəndə, Allahın məhəbbətdən yaratdığı bir dənə bəndə, Allah yanında əziz olan bir dənə bəndə, mələkdən də artıq olan bir dənə, Kəbədən də artıq olan bir dənə bəndə, əl-mümin əşəddu hörmətdən minər Kəbədə, mömin hörmət baxımından Kəbədən də üstündür. O gələn ola,
Gələ bu vəziyyətə Allahın düşür ki, nəzərində gələ düşə şərrin içi. O qədər uzaqlaşır Allahın nəzərindən. O ilahi feyzdən istifadə edəyənmir. Məsələn, gedirsən, bir dənə kəndin qırağından bir dənə su axır, çay. Biri susundan yanır orada məsələn. Yaxşı demir, Həzrəti Rəsulullah 5 vaxt namaz gündə 5 dəfə həyat üzdən axan çayda çimmək kimidir. İndi gəlirsən, məsələn, bir adam çirkin içərisində. Mənə bir yerdə rast gəlir, deyir, Sovet hökuməti qurulandan sonra gəlir bu hökumət adamları Rusiyanın kəndlərində gəzir. Baxır, görür, kənd pis gündədir. Rusiyanın o çayda axır, Volqa bunların kəndinin düz qırağında. Nə əkinləri var, nə biçinləri var falan. Deyir, niyə əkmirsiniz? Deyir, çar hökuməti qoymurdu. Niyə biçmirsiniz? Çar qoymurdu. Niyə belə çar qoymurdu? Hamısında üstü başı qapqara, çirkin içərisində. Deyir, bu çayın qırağına əskər düzmüşdü. Qoymurdu sizi gedib su götürəsiniz. Deyir, yox, azad idi. Deyir, yaxşı gedib bütün bir üzünüzü yuvardınız da. Onun da qabağını almamışdı. Yəni, insan bax, bundan da pis vəziyyətdədir. Allahın feyzi, Allahın rəhməti insanın bir var qapısından keçir, bir də yox. Məsələn, biz onu belə təqribi misal vura bilsək, necə bu atmosfer, oksigen bütün vücudumuzu əhatə eləyir. Allahın rəhməti, feyzi o cürə bizi əhatə eləyir. Və dayanmır, və işıq yanır. O cəryan daim axır gəlir, burada işığa çevrilir, daim axır gəlir, işığa çevrilir. Görün də Allahdan gələn cəryan necə bir cəryandır. İnsan ondan düzgün istifadə eləsə, nəinki bir dənə otağı işıqlandırsın, aləmi işıqlandıra bilir. Aləmə feyz ola bilir. İnsan özü bir nəfər gəlir, aləmə feyz ola bilir. Aləm onun vücudundan xeyir tapır. Tək insan aləmi yox, ümumiyyətlə məxluqatın hamısı. İnsanın əməlindən heyvanat da ziyan çəkir, nəbatat da ziyan çəkir, camadat da ziyan çəkir. Amma insan xeyirli insanın onların hamısı nədir? Xeyir görür. Hamısı istifadə edir. Ona görə də insan varlıq aləminin yaraşığı olur, varlıq aləminin üstünü olur, ən alisi olur. Amma bu feyzdən təbiidir ki, istifadə eləməyəndə gəlir o şərrin içərisinə düşür. Hələ şərrin içərisinə düşür bir mövzudur. Bəzi mənbələrdə də var, elə ağıl da onu elə qəbul edir, təcrübə də göstərir. Əslən, insan özü şərrin mənbəyinə çevrilir. İnsan özü şərr olur. İnsanın özünün vücudu şərr olur. Məsələn, demir vəttəqu yevmən və quduhən nası vəl hicarə. Deyir, o gündən qorxun. Vəttəqu narən və quduhən nası vəl hicarə. Deyir, o oddan qorxun ki, o odun alovu siz özüzsüz. Daşlardır. Bu da insanlar özü. Yəni, ora odun aparmaq, qat çəkmək falan ehtiyac yoxdur. İnsan özü elə orada nədir? Bu cürə bir ilahinin müqəddəs gözəl yaratdığı insan gəlir olur bir gün cəhənnəmin odunu, cəhənnəmin qazı, cəhənnəmin yanacaq mayesi. Gör nə qədər pis olur insan. Amma insan da, məsələn, ricalun la tulhihim ticarətun və la bey'unən zikrillah. Dəstə insanlar var, nə alver, nə ticarət. Dünyanın heç nəyi onları Allahın zikrindən nədir? Döndərə bilməz. Və minhum mən qəza nəhbəh və minhum mən yəntəzir. Allah gör insanların barəsində necə var? Bir dəstə insanlar əhdinə vəfa elədilər, getdilər. Bir dəstə insanlar oturub onu gözləyirlər. Oturub bozbaş gözləmirlər, ha? O ayənin əvvəlində deyir, və minhum mən qəza nəhbə, o əhdinə əməl elədi, şəhadət əzətdir, və minhum mən yəntəzir. Bir dəstə də oturub o nəyə gözləyir? Şəhadəti gözləyirlər. O məqama çatmağı gözləyirlər. O insandır. Məsələn, Həzrəti Rəsulullah buyurur ki, o izdivac bəhsində deyir, Tənasəlu təksuru fə inni ubahibikumul uməm yevməl qiyamə. Evlənin deyir, nəsil artırın, çoxalın. Mən sizdən fəxr edəcəm, übahi. Qiyamətin günündə fəxr edəcəm, mənim ümmətimə bax. Eynindən Allah Taala da o cürə. Ki, məsələn, mələklərə deyir, mənim bəndəmə baxın. Var, məsələn, bir nəfər hədisdə var, deyir, gecə namazı, ya gecənin bir aləmində ibadət, istər gecə namazı olsun, ya indi şam xiftəni də qalıb yorğunluqdan o vaxtda, işin çoxluğundan, qılanda məsələn namazda onu yuxu tutur. Allah deyir, göyün
pərdəsini götürür, bütün mələklərinə əmr eləyir ki, baxın mənim bəndəmə. Cismi oradadır, amma ruhu mənim yanımdadır. Ruh yatanda qismən bədəndən çıxıraq. İnsan gəlir, Allahın kimlərəsə öyüd nəsihət ünvanında göstərdiyi bir ünvan olur. Ünvan olur, bəli. Bir ünvana çevrilir. İndi həmin insan bədbəxt gəlir, nə olur? Hər şeydən qırılır. İnsan niyə öyrənsin ki, Allah axıra qədər buraxmır insanı. Buraxmır, bəli. Amma insan görə özünü günə salmalıdır ki, Allah bir nəfər sənə məsələn evinə dəvət edir. Sən də gəlmək istəmirsən. Hansı tərəfdən fırlanırsan, kəsir qabuğu qaytarır bala. Hansı tərəfdən fırlanırsan. Əynəmə tüvəllu fəsənnə vərçurla. Quran demir. Hara dönsöz, Allah oradadır. İndi bu qiblə mövzusundadır. Amma biz bilirik ki, bütün ümumiyyəti də var da bunun. Yəni, hara getsöz orada Allahdır. Siz bu, şeytan bir yerdə ola bilir. Elə deyil, şeytan bizi əhatə edəməz ki. Ya sağımızdadır, ya solumuzda. Yaxşı. Ya sağımızdadır, ya solumuzda. İndi bu bizi əhatə edəyəm, amma Allah Teala əhatə edib bizi. Hara baxsaq Allahdır. Yaxşı. İndi gör bizim insan nə qədər nankör olur. Bir yerdə olan şeytana gedir, yapışır, hər yerdə olan Allahdan neyinir? Üst çevirir. Hər yerdə olan Allahdan üst çevirir. Buna bənzəyir ki, bir adamın sağalmaz bir dənə bənzəyir, əlbəttə həqiqəti o cürə deyir. Sağalmaz bir dənə xəstəliyi var, günəş şüasını ona dərman deyiblər. Bu bədbəxt özün bükür, çölə çıxanda günəş mənə dəyməz. Allahın əmrindən çıxan insanlar o cürədir. Yəni, tümül mərzavallahu təbib, Həzrəti Rəsulullah buyurur. Siz xəstəsiz, Allah həkimdir. Allah bunu bizə dərman deyib. Biz də hər yerdə çalışırıq ki, o şuadan qaçırdaq özümüzü. Hər yerdə. Baxın, çalışırıq. Misal ünvanında tezləndən axşama qədər insanın həyatını əhatə edən işlərində onu bir dənə saya bilərik. Bir dənə saya bilərik. Hamısın. Yer bir yerində ki, burada biz Allahın rəhmətindən qaçdıq, burada Allahın rəhmətindən qaçdıq. Gördük, biri gəlir, məsələn, üzümüzü döndərdək ki, ondan üzləşməyib. Halbuki, ən azı biz bir dənə ona salam verəcəkdik, zikr idi, ibadət idi. Elə deyir. Salam duadır da. Salamun əleykum, o da deyir, əleykəssalam. Duadır. Duada nədir? İbadətdir, zikrdir. Ləzini ətdəxirunən ibadəti səhədxuluna cəhənnəmə daxilin. Allah deyir, kim mənə ibadət eləməkdən təkəbbür eləsə, ibadətdən təfsirdə yazılar ki, o duadır ki, bunun əvvəlində elə duadır, bəli. Ki, tezlikcən əbədi cəhənnəmə daxil edəcək. Sən gəlirdin, bir nəfər sənə dua eləsin. Nə bilirsən, bəlkə onun duası sənin barında qəbul olunacaq. Elə deyir, sən üz döndərib gedirsən onu. Ya, məsələn, başqa misallar, bir fəqir gəlir, ehtiyac üzündən əl açır, hələ bunlar qalsın. Bilirsən, biri zəng edir sənə, halım yoxdur, götürməyə. Nə bilirsən, bəlkə bir dənə şəri məsələ soruşacaq səndən ki, ondan əməli batıl olmayacaq. Heç onun əməli batıl olsa da, batıl olmasa da, sən əcrini onsuz da alacaqsan. O sənə başa düşsə də, düşməsə də, sən cavab versən, soruşur ki, mən namazda məsələn deyirəm də, bu işi belə elədim. Düzdür ya səhvdir. Düz deyiləsə, yəni sənin əcrin var. Səhv deyiləsə, düzəltsən, 2 qat əcrin var. Bilirsən, biz bunların hamısından belə də özümüzün də bilə-bilə ya bilməyə qaçırıq, Allahın rəhmətindən uzaq düşürük. Pislik də insanın adı pislik gətirir də. Hədis demir, insanın qəlbi ağappaqdır. Günah bir dənə nöqtə düşür. O nöqtə sonra böyüyür. Necə innəl həsənat yüzhibnəs səyyat, yaxşılıqlar pislikləri yol aparır, eyni ilə pisliklərin də yaxşılığa mənfi təsiri var. O da görsən pisliklər də bir gün insanı... Ayə də var da, üzr istəyirəm, sözümüzü kəssin. Ayə də var da, Həzrət Zeynəb də Yəzdin sarayında Yəzdin üzünə oxuyub ayəni ki, həqiqətən də cinayətkarların aqibəti bu oldu ki, ən əsa-u-su pislikləri çoxaldılar. Məsələn, başqa bir ayə var ki, vəhüm yuhsununə suna. Elə fikirləşirlər ki, yaxşı iş görürlər. Əsa-u-su, bundan da pisin eləməzsiniz siz. Təbiidir ki, Yezid adi bir adam, məsələn, Yezid ilkin mərhələdə o işi görməzdi. Pisləşdi, çirkinləşdi, yeri gəlmişə məhərrəm qabağıdır da. Rəzilləşdi, ondan sonra şeytanlaşdı. Bir yerə gəldi ki, heç şeytan da onun işində qəbul eləmədi. Çünki Quran ayəsi keçən yolundan qabaq. Şeytan məqsədinə çatdı. Kəməsəli şeytan. Hətta azı məqsədinə çatdı, buraxdı deyir. O ayədə deyir ki, kəməsəli şeytan izqaləlil insanı qfur.
Fələmmə kəfərə qalə inni bəri'un mink və inni əxafu la rəbbəl aləmin. Deyir, şeytan da buna deyir, kafir olur. Elə bil hazır durmuşmuş. Burada kafir olur, şeytan təəccüb edir. Sən nətər adamsan, nətər müminsən, nətər Allahın bəndəsisən. Mən səndən deyirəm. Mən səndən uzaqam. Allahım özdə mən Allahdan qorxuram deyir. Mən Allah, şeytan deyir mən. Adına yanmıram bu deyir. Bəli, bəli. Ancaq şeytan yalandan demir ki. Əlbəttə ki. O düz deyir, qorxur Allahdan. Yəni, gör insanlar bu da cinayət edir. Onun əməlindən şeytan kimi şeytan neyir? Allaha pənah aparır. O pisliklərin nəticəsi. Hacı, burada mənim diqqətimi bir şey cəlb elədi. Bir insan adətən valideyndə bu hal olur ki, yəni hər kəsdə ola bilər, övladına nəsihət verir, dəvət edir, yaxşılıq edir, nə istəyir eləyir filan. Bir dəfə, iki dəfə, üç dəfə, dörd dəfə görür ki, bu övladı düzəlmir ki, düzəlmir də. Sonra onun başını buraxır. Bəli, bəli. Bu iş həyatında da ola bilər, nə bilim, ailə mühitində də ola bilər və digər sahələrdə də ola bilər. İndi Allah Teala da bu cür görür, sanki insan məsələndə məyus olur ki, bu düzəlməyəcək, ondan sonra onun başını buraxır ki, get sənəsən. Allah Teala da burada onun insana məyus olur, yəni ki, bilir ki, bu düzəlməyəcək, onu öz başına buraxır, yoxsa necə, bir cəzadır bu. Ki, özünə gəlsin, ya. Bilirsən, Hazreti, biz məyus, biz məsələn onu təcrübə edirik, valideyn övlad barəsində, ya dostun barəsində, insan, məsələn, amir məmurun barəsində, ya nahi mənhinin barəsində, o bilmir bu düzəlməyəcək. O bilmir düzəlməyəcək. Mən görürəm ki, biri pis iş görür və yaxud mən də pis iş görürəm, bir başqası görür. İndi biz bir-birimizə əmr-i məruf, nəhy-i münkar eləyəndə biz bilmirik ki, bu düzəlməyəcək. Ümidimiz var, düzələcək. Yəni, əmr-i məruf, nəhy-i münkarın şərtlərindən də biri budur ki, düzəlməyinə ümid olsun. Elə məsələn, ziyan olmasından necə şərt. Amma Allah mütləq şəkildə bilir, biz düzəlməyəcəyik. Onunla belə əl çəkmir. Mütləq Allahın elmindədir də bu şeylər hamısı. Allah bilirdi yezid olacaq, şümür olacaq. Allah bilir bizim deməli, kim harada öləcək hətta nədir? Bi'əyyərzin təmud. Hansı yerdə öləcək onu da bilir. Allah bilir bizim aqibətimizin. Allah bilir mənə bu sözlər təsir edəcək. Mən bilir onun lütfüne mən neyəcəm, etiraz edəcəm, lütfündən istifadə. Onunla belə nədir? İstəyir o insana höccəti tamam eləmək deyəklər. Yoxsa Allah məsələn bezməz o işdən, ondan sonra eləməz. Amma istəyir o insana əməlli başlı subut olsun. İnsan özünü doğrultsun, ya insan özün tam şəkildə, ixtiyari şəkildə yandırsın, ondan sonra olsun da. Yəni, bu təşri aləmində mövzusu bu cürədir. Və o qisas qəblə cinayət olmasın. Ki, məsələn, Allah elmi ilə bilirdi, bu eləməyəcək, bu eləməmiş, dursun eləsin. Cəzalandırsın, ədalətindən və hikmətindən də deyir. Hatta görsün, bir də ki, yenə də mehribançılığın bir də, deyir, ata ev elə gəzmədi arducan. Ana ev elə gəzmədi, bacı, qardaş, dost, heç kim ev elə gəzmədi sənin arducan. Amma mən görsən, hamı səni buraxdı. Hamı sənin bir həddidə, biri canının qorxusundan, biri malının qorxusundan, biri istirahətin pozulmaq istəmədi. Biri deyir, mənim nəyimə lazım, dünya mənim boynuma deyir ki. Amma görsən, mən həmişə məkum, əynə naturallı məkumdur. Hara geçsiniz, Allah sizinlə. Hacı, onu məsələn, tapşırır ki, məndən məyus olmayın da, ən böyük günahlardan min rəhmətillah, yaxfir zunubcən. O məyusluq deyir ki, əgər məyus olsan, səni bağışlamayacağım. Yəni, bir tərəfdən cəzalandırır da, insan bəzən olur ki, hər şeydən məyus ola bilir. Amma deyir ki, Allahdan məyus olmadı, Allahdan məyus oldun, bu bağışlanmaz bir günahdır. Yəni, hətta Allah da qətli məsələn bağışlaya bilər, yeri gələndə tövbə eləsə, filan rəsməkən, nə bilim, o qanunlara riayət eləsə, ola bilər, ümidi var onun, amma məyus olan adamı, şeytan kimidir də, onun bağışlanmağı ümidi yox. Orada məyusluqda da bir mövzudur ki, insanın da belə deyə də düzəlməyəcək. Düzəlməyəcək. Bir adam ki, Allah kimi bir varlığın
rəhməti ki, vəsəət kullə şey. Kumeyl duasında əleyhissalam ki, deyir, ha. Quranda da var. Bəli, vəsəət kullə şey. Hər şey əhatə edib və bu adam bütün bu əhatədən və bütün bu nemətdən məyus olubsa da onun düzəlmə yeri yoxdur da. Düzəlmə yeri yoxdur. Ona görə Allah deyir, bağışlamayacağım. Hələ orada da Allah Teala yenə biraz təhrik edir ki, bəlkə bunun ümidi qayıdı ona. Amma yenə, məsələn, Quranda ayə var, deyir, 70 dəfə də istiğfar eləsələr, bağışlamayacağım onları. Bəzi üləmalar, ustadlar deyir ki, siz o çox ağır günahlar eləyəndə 80 dəfə, 90 dəfə, 100 dəfə istiğfar eləyin ki, qiyamətdə əlinizdə bir əsas olsun Allahın qarşısında. Allah pərvərgar, sən 70 demişdin, amma mən 100 elədim də. Sən 70'ə demişdin, bağışlamayacağım. Burasına qədər, hə. Allah deməsən deyir, məyus istəyir onu yəhsidən çıxarsın. Məsələn, bir nəri psixoloji xəstəliklər çoxdur da. Psixoloji xəstəliklər. Məsələn, belə də indi mütəxəssis psixologlar da çoxdur. Düzdür, o sahə elədi ki, yerindən duran qaçır, nəsə asant deyəsən sahədir, o baxımdan nəsə mən bilmirəm. Amma mütəxəssislər də çoxdur. Görürsən, müxtəlif yollarla insana, mən biraz maraqlanmışam, müxtəlif yollarla təsir edirlər insanlara. İnsanı o psixoloji durumdan çıxartmaqdan ötürü. Məsələn, nevrozluqdan çıxartmaqdan ötürü. Dərmanla, sözlə, danışıqla, ümid verməklə, filanla, vəsməkanla, belə. Allah Teala onu düşməmişdən istəyir o qarşısını ala. Bir var düşəndən sonra güc eləyəsən onu oradan çıxartmağa. Allah Teala deyir ki, mən məyus olanları, Allahın rəhmətindən məyus olanları bağışlamayacağım. O istəyir insanlar gəlib psixoloji cəhətdən o duruma düşməsinlər. Bu başdan sədd çəkir. Bir mənası da budur. Mən bağışlamayacağım, ha. Elə bil ki, məsələn, sən deyirsən uşağa ki, gecən bu vaxtlara gedirsən. Açmayacağım, ha, qapını gələndə. Yaxşı, gəlmə günənday. Uşaq gələcək onsuz. Amma sən bu başdan istəyirsən, o getməsin. Allah Teala deyir ki, bağışlamayacağım, ha. Hara gedirsən sən bu vəziyyətdə, bu formada? Sən gedəcəksən məyusluğa, məyusluq xəstəliyi də səni qoymayacaq qayıtmağa. Bu başdan deyir ki, mən bağışlamayacağım. Yəni, bir mənası da budur ki, nədir? Getmə. Ki, çoxları o məsuliyyəti hiss edib, o sözü eşidib, qaçsınlar da ala. Yaxşı, görsən, məsələn, birinə deyirsən ki, mən, məsələn, telefonumu verməyəcəm sənə. O, bu sözü danışsın, o danışır. Ümidi var bu ki, alacaq səndən onda, məsələn, telefonu. Bir də deyirsən, Allah'ın da olsun verməyəcəm. Tabi onda təsir qoyur. Yoxsa and işdi, yox, onda qoy onun dediyini eləyim. Allah Teala ki, buyurur, rəhmət, məyus olsuz, bağışlamayacaq. Bu çoxu məyusluğa düşməyən adamlara aiddir ki, məbada gedib məyusluğa düşəsiniz. Düşəndən də sonra da gərək bunun bağışlamağa bir əsası olsun axacı. Gərək bir ip olsun, oradan yapışdırılsın da. Bunun bir sifəti olsun, ona bir salavat demirlər. Üzünə salavat çəkməyə bir şey olsun. O məyusluq elə bir belə batılaqdır. Hacı, bir dənə də burada Həzrət Əmirin o Kumeyl duasından o sonda deyir, ilahi deyir, səndən olan ümidimi kəsmə. La təqdə min rəcai, min hüsnikə rəcai. Vələm qətə rəcai min rəhmət. La təqdə min rəhmətikə rəcai ya min hüsnikə rəcai. Deyir ki, sənə olan ümidimi kəsmə. Yenə istəyir orada Allaha, ümid mövzusunda Allaha yenə söykənəsən, təvəkkül eləyəsən. Əsas mövzulardan biri. Yəni, ola bilər ki, məsələn, bir insan o qədər pis olsun ki, Allah Teala vermir, günah səbəb olub da. O adam düşsün də ümidsizliyə, qapılsın ümidsizliyə. Deməli, bu bir cəzadır. İnsan ki, ümidsiz oldu, bu da Allahın bir cəzasıdır. Çünki Allah Teala heç kəsi heç vaxt ümidsiz etməz. Əgər bir insan ümidsizliyə qapılırsa, əslində bütün günahlar az oldu. Məsələn, həmin o ayə ki, summun bokmunun min fəhəm la yərcihun var, ha. Ondan sonra, ondan qabaq var şeydir də, Allah Teala onların gözlərini bağlayar, qulaqlarını bağlayarlar. Xətəməlləh əla qulubihim və əla səmihim və əla əbsarihim ixşavətin və ləhməzə. Allah qulağımı bağlayar, gözümü bağlayar. Birini deyər ki, Allah mənim gözümü, qulağımı bağlayandan sonra mən
neyniyəcəm, hara gedəcəm, nətər edəcəm, da mənim əlacım yoxdur ki. Əslində olar, yəni sən Allaha qulağı bağlatıracaqsan, sən Allaha gözü bağlatıracaqsan, sən Allaha qəlbi bağlatıracaqsan. Bunun hamısının açarı bizdədir. Biz Allaha icazə veririk, elə bil. Bizim, yəni, belə sözüm ki, çıxmasın. Allah məcbur edir, məcbur edir sanki. Bir də istəmirəm də. İstəmirəm. Adam acından ölür, aparıb qabağına qoyursan, yağlı yemək yemir. Cəhənnəmə ye. İnnə əzabı ilə şədid. Görürsün, Allah Quran-ı Kərimdə nə qədər rəhmətindən danışıb. Bir neçə yerdə də deyib ki, innə əzabı ilə şədid. Bu qədər rəhmətindən Allah danışır. İlk yerdə də onu da deməlidir də, bəzi adama o deyilməlidir. Adam, çünki insan iki tərəfdən islah ola bilir də, bir təşviqlə, bir də təxfiflə. Bir təşviqlə, bir qorxu ilə. Adamın əli bir çıxanı belə dəyirmirsən, belə görsən, yaralayıb əlimi. Bir balaca, sigaret yandırır. Neçə gündür ağrıyır, əziyyət verir. Əlim 100% gücü ilə işləmir. Adam deyir ki, o dünyada cəhənnəmin əlaməti var axı, odur. Hani deyirsən, əlin ki, belə yandı, cəhənnəmdə bütün vücudun yanacaq, kulləma nəzizət cüludun, bəddəlma cüludan axır. Elə bilirsən, dərin də yandı, öldü, cəhənnəm əhli, Quran deyir ki, nə eləyəcək? Ölməyəcək. Ölmək arzusu eləyəcəklər. Ölmək arzusu eləyəcəklər. Hədis deyir ki, yalvaracaqlar, Malik, söndür bu odu, Allah'tan iste ki öldürsün bizi. Ölüm yoxdur orada. Ölüm yoxdur orada. Dəri də təzədən olacaq, sümük də bərpa olacaq, təzədən yanacaq. Allah Teala da onu yenə rəhmətindən bizə deyir. Kimsə fikirləşir. Allah bizi niyə qorxudur? Allah bizi qorxudur. Sən çünki uşağa deyirsən, sən məsələn dərsləri yaxşı oxusun, sən bir dənə telefon alacaqsan. İkisini alırsan düzəlmir. Ondan sonra cəza tədbiri görürsən. Bu insanın xislətindədir cəzadan tərbiyələnmək. Heç kim də ona pis baxmır. Hamı da cəzalandırır. Hər yerində, bütün hökumətlərin, bütün idarələrin, bütün məktəblərin, hər şeyin özünün cəza tədbiri var. Cəza çəkmə müəssisələri. Bəli, yer üzündə, hamısı onu. Özdə məsələn, görürsən, bizdə deyirlər ona islah əməl koloniyası, məsələn, islah olmaqdan. Yəni, adından məlumdur ki, bura gedən gedir islah olmaqdan ötürü. Allah Teala da bunların hamısını insanın dünyada islah olmağı üçün yaradır. Düzdür, bəzən axirətdə də o təsfiyə filtrdən keçirdir də, bəzi günahlar o cəhənnəmin yüngül yerlərində fırladıb qaytarırlar. O bəzi günahlar, bəzisi qəbirdə, bəzisi bərzəxdə, bəzisi məhşərdə və birində bir çox olanda görürsən cəhənnəmdə bir müddətdən sonra çıxır gəlir behişdə məsələn. O da bir növ rəhmətdir. Nasıl bəndə ona başa düşmür də. Deməli, Hacı, belə başa düşdüm ki, sizin söhbətinizdən belə başa düşdüm ki, Allah ki bir insanı öz başına buraxırsa, bu bir cəzadır və o ki Quranda buyurur ki, mən deyir, kafirlərə ona görə möhlət vermirəm ki, bu onların xeyrinədir. Əksinə, bu onların şərdir onlar üçün və günahlar çoxalsın. Çoxalsın, bəli. Və la təhsəbənə ləzinə zələmə ennəmə numru ləhum xeyrun. İnnəmə numru ləhum liyazdadu ismən. Möhləti verir ki, biraz da üstünə qoysunlar. Əlbəttə, möhləti verir, biraz üstünə qoysunlar. Onun özündə də insana bir dənə şey var. Əmri bir məruf, nəhiyyəz münkər var. Onun özündə də insana bir təbliğ var. İnsana da ki, bədbəxt, sənə bu imkanı vermişik, günahı artırır sana. Bu imkan, biraz da imkan verəcək ki, günahı artırasan. Amma yenə də içində xəbərdarlıq var ki, qayıt gəldə bu yana. Bir cəzadır. Bir də ki, oradan qayıtmaqda da o işin xasiyyəti də odur. Hər şeyin özünə görə bir xasiyyəti var. İsti yandırır, soyuq dondurur, nə bilim. O işin də xasiyyəti odur. Hər əməlin özünə görə mənəvi xasiyyəti var. O mücərrəd xasiyyəti var. Görürsən, məsələn, adam qeybəti tərk eləsə, hədis deyir, zəhərət məhəbbətəhum fil qulub. Onun məhəbbəti insanların qəlbində zahir olar. Tanımadığı insanlar da sevər onu. Əks tərəfi də elədir onu. Əks tərəfi də elədir. İnsan da bu məyusluğun da xasiyyəti budur ki, o da insan oradan xilas ola bilməz. Yəni, insan o qədər günah eləyir, axırı gəlir, düşür, axırıncı nöqtə ki, məyusluqdur və oradan qayıda bilməz. Firon, Quran açıq-aşkar deyir.
çox ixlasla, çox belə yerində, qanuni şəkildə dedi, iman gətirdim Bəni İsrailin Allahına. Amma qəbul olmadı. Onun oradan geri qayıtmağa yeri yox idi. Ona görə də bayaq dediyimi, Həzrət Yunusun xalqı isə tövbə elədi, Allah da bağışladı. Hətta Həzrəti Yunusu Allah cəzalandırdı, ümmətin cəzalandırmadı. Onlar tövbə elədilər. Onlar tövbə elədilər. Bir dənə yeri gəlmişkən, o məsələyə bir dənə yadıma bir şey düşdü. Bu qədər ki, alimə diqqət eləmək, insanların içərisində alimin rolu, insanların alimə olan ehtiyacı barəsində hədislər, rivayətlər deyil. Məsələn, İmam Səccad əleyhissalam deyir ki, bizim ümmətimizin, bizim şiələrimizin alimləri qeybət dövründə olmasaydı və o şeytan hücumlarının sərhəddində əskər kimi dayanıb keşik çəkməsəydilər, yer üzündə bir dənə Allah-u Əkbər deyən qalmazdı və Əl-Üləma vərəsətül ənbiya bu qədər dəyər verir. Alimlər Peyğəmbərlərin vərəsələridirlər və İnnəmə yaxşəllah min ibadihi Əl-Üləma Quran deyir. Allahdan ən çox qorxar alimlər, bəli. Bu cürə o Həzrəti Yunusun ümmətinin tövbə eləməyində də alimin rolu oldu. Bizim dildə desək, bir də molla var idi, gördü Həzrəti Yunus getdi, gəldi bunları başa saldı. Bədbəxtlər, siz məni küstürməmişsiniz, Həsən qulunu, Hüseyin qulunu küstürməmişsiniz. Siz Allahın Peyğəmbərin küstürmüşsünüz. Bəla gələcək, bunları istiğfar edir. Alimin bu qədər cəmiyyətdə rolu var. Amma Həzrəti Rəsulullah buyurur ki, bir zaman gələcək, mənim ümmətimin içərisinə bir dənə xəstəlik düşəcək. Yəfərrunə minəl üləma kəma yəfərrul qənəmu minəl zeyb. Alimlərdən qaçacaq mənim ümmətim, qoyunlar canavardan qorxub qaçanlar kimi. Elə qalxadır, onda ümmətin ən enmiş vəziyyətidir. Ən enmiş vəziyyətidir. Onu Həzrəti Rəsulullah vurğulayır. Ki, orada alimin də rolu həmin Həzrəti Yunusun mövzusunda alim qiyamətdə şikayət edən şəxslərdən biri də alimlər olacaq. Keşkəs ondan işlə soruşulur. Hacı, deyəsən vaxtımız da tamam oldu, bəli. Hacı, çox gözəl mövzular var bunun içində. Çox təşəkkür edirəm ki, həqiqətən də bəzi qaranlıq nöqtələr ki var idi, onlara aydınlıq gəldi. Təşəkkür edirik, çox sağ olun, tez aldıq. Biz bilmədik nə vaxt qutardı. Böyle siz də Allah salamat eləsin. Çox sağ olun. Allah razı olsun, təşəkkür.